Naxçıvanın zəngin mədəni ənənələri fonunda keçiriləcək Şərqin Qapısı Teatr Festivalı şəhərin mədəni həyatında mühüm iz qoyacaq. Festivalın hər günü sənətin gücünü, səhnənin sehrini və teatrın cəmiyyətdəki rolunu bir daha nümayiş etdirəcək. Naxçıvan Dövlət Milli Dram Teatrında ilk dəfə olaraq Şərqin Qapısı Teatr Festivalı keçiriləcəkdir. May ayının 8-i 11-i tarixləri arasında. Bu festivalı biz həsr eləmişik, deməli, Ümummilli liderimiz Heydər Əliyevin 103 illik il dönümünə və Naxçıvan Dövlət Milli Dram Teatrının 143 yaşı ayın 11-i, may ayının 11-i. Bu da təsadüf eləyir həmin festivalın bağlanış mərasiminə. 143 yaşımız tamam olur və bu baxımdan da düşündük ki, həm ilk dəfə olaraq Naxçıvanda belə bir iş görülür, festival baxımından, teatr festivalı baxımından və bu festival nələri özündə cəmləşdirəcək? Bakıdan, paytaxt teatrlardan müxtəlif teatrlar gələcək, iştirak eləyəcəkdir, ustad dərsləri, panel müzakirələr və bunun əhəmiyyəti odur ki, həm bizim yaradıcı kollektiv üçün çox önəmli bir şeydir bu, çünki digər tamaşalara baxmaq, onlardan nələrsə öyrənmək, bunun özü də çox böyük bir şeydir və tamaşaçılarımız üçün də bu çox əlamətdar bir hadisədir. 4 gün davam edəcək festival müxtəlif teatr kollektivlərini, sənət adamlarını və tamaşaçıları eyni məkanda birləşdirəcək. Festivalın əsas məqsədi teatr sənətinin inkişafına dəstək vermək, yaradıcı əlaqələri gücləndirmək, regionda mədəni mühiti daha da canlandırmaqdır. Bu həm də sənət baxımından da bir növ əlaqəli artıq işləməkdir. Onların ustad dərsləri olacaqdır, burada müxtəlif yönümlü ustad dərsləri olacaqdır və bunun özü də həm bizim yaradıcı kollektiv üçün, həm Naxçıvan Dövlət Universitetinin aktyor fakültəsində oxuyan, məsəl üçün, tələbələri üçün çox önəmli ola bilər ki, gəlib nələrsə öyrənsinlər. Çünki həmin o ustad dərslərini keçən sənətkarlarımız nəinki Bakıda, hətta dünyanın bir neçə yerində gedib orada ustad dərsləri keçiblər, çox tanınmış sənətkarlardır. Bu baxımdan da çox önəmli hadisədir bu festivalın keçirilməsi və Şərqin Qapısı. İnşallah ki, biz də bu festivalla demək istəyirik ki, inşallah Zəngəzur dəhlizimiz açılar və biz də artıq Bakı ilə daha sıx əlaqəli, nəinki Bakı ilə, Azərbaycanın digər bölgələri ilə də daha sıx əlaqəli şəkildə bu teatr sahəsində böyük işlər görərik. Festivalın proqramında yer alan müxtəlif teatr kollektivlərinin iştirakı və fərqli janrların təqdimatı yaradıcı mübadilənin dərinləşməsinə xidmət edir. Azərbaycan Dövlət Pantomim Teatrı və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı kimi peşəkar kollektivlərin iştirakı Milli Teatr Məktəbinin müxtəlif istiqamətlərini eyni platformada birləşdirir. Cənablarına bir görüm. Canişin cənablarına mənim böyük salamımı çatdırın, ehtiramımı bildirin. Teşekkür ederim Cenab Hatem Xanağa. Sağ olun. Yaxşı yol, zəhmət çəkmişsiniz. Festivalın rəsmi açılış mərasimi 8 may saat 17:00-da olacaq. Ardıca isə Azərbaycan Dövlət Pantomima Teatrının Gogolin Şinel əsəri əsasında hazırlanmış pantomim tamaşası saat 19:00-da Naxçıvanlı tamaşaçılarımıza təqdim olunacaq. Öncəliklə qeyd edeyim ki, festival çərçivəsində nümayiş olunan bütün tamaşalara giriş tamamilə ödənişsizdir. İştirakçılarımız qoşula bilərlər. Eyni zamanda günün birinci və ikinci hissəsində keçiriləcək təlimlərə, eləcə də ustad dərslərinə, panel görüşlərə də iştirakçılar qoşula bilərlər. Heç bir ödəniş tələb olunmur. Sadəcə Naxçıvan Dövlət Milli Dram Teatrına yaxınlaşmaları kifayət eləyər. İkinci gündə festivalın ikinci günü 9 maya təsadüf edir və 9 may saat 12:00-da Ceyhun Dadaşovun pantomima aktyor sənətinin əsas hissəsi kimi mövzusunda ustad dərsi təşkil olunacaq. Ardıca isə 14:30-da Təhmasib Quluzadənin iqtisadiyyat üzrə marketinq mütəxəssisi Təhmasib Quluzadənin teatr və marketinq mövzusunda panel görüşü təşkil olunacaq. Günün sonunda isə saat 19:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Mirzə Fətəli Axundovun Monsieur Jordan tamaşası rus dilində tamaşaçılarımıza təqdim olunacaq. Müxtəlif teatr məktəblərinin eyni səhnədə görüşməsi sənət adamları üçün yeni imkanlar açacaq. Festivalın 3-cü günü 10 may tarixində isə saat 12:00-da Türkiyədən dəvət etdiyimiz sənətçi Mehmet Ümid Görgülünün məddahlıq mövzusunda ustad dərsi olacaq. Günün ikinci yarısında 14:30-da sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun, teatrşünas Elçin Cəfərovun
rəqəmsal teatr və süni intellekt mövzusunda panel görüşü təşkil olunacaq. Günün sonunda isə Şuşa Dövlət Musiqili Dram Teatrı Hüseyn Cavidin eyni adlı əsəri əsasında hazırlanmış ana tamaşasını tamaşaçılarımıza təqdim edəcək. Festivalın bağlanış mərasimi 11 may saat 17:00-da keçiriləcək. O da Naxçıvan Dövlət Milli Dram Teatrında olacaq. İştirakçılarımız gələ bilərlər. Məhz bağlanış mərasimindən sonra isə Üzeyir Hacıbəyovun O olmasın, bu olsun operettası əsasında hazırlanmış eyni adlı musiqili tamaşa nümayiş olunacaq tamaşaçılarımıza və bununla da festivalımız 4 gün boyunca davam edəcək və sonunda yekunlaşacaq. Və təbii ki, bu festival ilk olmayacaq, yəni bundan sonraki etaplar da var. İl ərzində düşünürük ki, deməli bu layihə çərçivəsində digər hansılar ki, paytaxt teatrları, hansılar ki, iştirak eləməyibdir bu festivalda tamaşa ilə, onları dəvət eləyəcəyik, onlar gələcəklər, tamaşalar oynayacaqlar və bu tamaşalar təbii ki, tək bu il yox, gələn ildə nəzərdə tutulub, ondan sonraki ildə artıq bu layihəyə start mərhələsidir, biz bu layihəyə başlayırıq və məqsədimiz budur ki, nəinki Azərbaycan daxili, hətta beynəlxalq festivala qədər bu artıq, belə deyək, böyük şaxələnsin bu festival. Sənətsevərlər bir neçə gün ərzində fərqli üslub və janrlarda səhnə əsərlərini izləmə imkanı qazanacaqlar. Həsən Məmmədov, Təxminə Babayeva, Cavad Hüseynov, NTV Xəbər.